Mənə elə gəlir ki, biz bir döngüdəyik. Necə bir döngü? Necə bir döngüdür? Məsələn, biz uşaqlıq həyatı yaşayırıq. Axı bizə sistem verilməyib ki, belə olsa, belə olmayacaq. Düzdür? Biz yaşamışıq. İndi məsələn mənim 36 yaşım var, müəyyən bir həyat yaşamışam. İndi gəlmişəm yenə də problemlər, yenə qayıdıram uşaqlığa, oranı düzəldib tələfi eləmək lazımdır. Əvvəldən deyilməyib. Gəlib çatmışam indi məkana, vaxtına. İndi təzədən qaytarırlar məni ora ki, orada düzəltkinə. Və biz düşürük burada psixoloqlar, nə bilim, misal üçün seksoloq və s. Biz bunların hamısını gəzirik ki, özümü axtarıram, özümü tapıram, özümü müalicə edirəm. Maqnesium əskikliyi yaşayırsınız. Bu necə deyə bilirsiniz? Bu həyatdan uzaqlaşmısınız, özünüzdən uzaqlaşmısınız. Yəni bəzi psixoloqlar deyəcək ki, bax, sən derealizasiya yaşayırsan, diaqnoz olmadan bir sual, sistem, test olmadan bu diaqnozu necə qoydun və s. Yəni, maqnesium əskikliyi də insanın özündən və yaxud da ki, həyatdan uzaqlaşması. Qida pozuntusu var, yuxu pozuntusu var 100% ki. Nəysə, indi qaydaq əvvələ sistem verilib, düzgün deyil, okeymi? Universitetə getdiyiniz zaman sizə universitet haqqında məlumatlar verilmişdi, hansı otağa yaxınlaşacaqsan. Elə birbaşa universitetə gedildi, düzdürmü? Yoxdur, hə, getmişik. Bu da onun kimi bir şeydir. İmtahana gələnə qədər heç bir dərsi demək olar ki, heç kim oxumur, demək olar ki. Gəldiyi zaman yenidən qayıdılır, oxunur və imtahandan keçir. Bu da onun kimi bir sistemdir. Yəni həyatımızın ən önəmli anına gəldik, gedirik keçmiş xatirələrdən, təcrübələrdən biz informasiya götürürük və yeni perioda keçid eləyirik. Onda bu bizə nə öyrədir? Düz yaşamamışıq onda, düz keçməmişik. Nisbi bir anlayışdır axı düz və yanlış. Kimə görə nə? Hə, orası da elədir. Orada da razıyam sizinlə. Bəs niyə qayıdırıq da? Yəni əvvələ başa niyə qayıdırıq? Təcrübədən istifadə etmək üçün. Keçmiş təcrübədən istifadə etmək üçün. Keçmiş təcrübədən istifadə etmək üçün. Bəlkə qırılma anı orada olur. Çünki mən hər zaman deyirəm ki, travma mütləq şəkildə 12 yaşdan əvvəldədir. Mütləq şəkildə. Əgər onun 15-17 yaşı həll olunubsa və ya da 36 yaşında gəlibsə, 32 yaşında yaşadığı travmanı işləyirsə, düzgün proses deyil. Hipnozla bağlı deyirəm bunu. Gestalt-la və ya da başqa bir sistemlə bağlı demirəm. Hipnozla bağlı deyirəm. Düzgün deyil. Niyə? Bizə hipnozla lazım olan kritik faktor, yəni analiz mexanizminin olmadığı periodda verilən təlqinlərdir. Biz orada o təlqinlər vasitəsilə hansı kodlar atılırdı belə sosial media dilindən deyək. Atılmış kodlar onda travma yaradır. Travmanın nəticəsi 1 il sonra da üzə çıxır, 15 il sonra da üzə çıxır. Amma üzə çıxana kimi eyni tip hadisələr yaşatmağa davam edir. Səbəb bilirsiniz burada nədir? Maraqlı sual verə bilərsiniz ki mənə. Beyin əgər ki bu qədər mükəmməl işləyirsə, niyə ancaq neqativ hadisələr düşünür, neqativ ssenarilər qurur? Və pozitiv qursun da bizə də, düzdür? O da olub da. Pozitivlər eləsin ancaq. Niyə bu qədər insan OKB-dən əziyyət çəkir, panik atakdan əziyyət çəkir? Pozitiv olsun da ölüm qorxusu niyə yaranır ki? Neqativ yaşatmağının səbəbi ondan ibarətdir ki, gələcəkdə yaşaya biləcəyi neqativ hadisələrə, ssenarilərə hazırlıq görsün. Bir dənə də maraqlı sual verə bilərsən. Pozitivlərə hazırlıq görsün, pozitiv yaşasın da. Burada bu proses niyə olur? Gələcəyə dair neqativ ssenarilərə hazırlıq görür. O hadisələr yaşansa, 100% deyək ki, neqativ bir reaksiya olacaqdırsa, mənfi reaksiya olacaqsa, o düşür 20-yə, 50-yə, 30-a. İndi bunu pozitivdən yaşandığını düşünün. Pozitiv bir hiss yaşansa, 100% xoşbəxtlik yaşayacaqsa, düşəcək 20-yə, düşəcək 30-a. Pozitivdə artıq biz ortaya giririk. Verilən təlqinlərlə, yəni hipnozla, verilən təlqinlər, verilən istiqamətlə və bələdçiliklə onu pozitivə hazırlayırıq, pozitiv gələcəyə hazırlayırıq. Pozitiv gələcəyi belə deyək, neqativ düşüncələr kimi ona yeritmirik. Sadəcə o pozitiv gələcəyi yaşaması üçün hansı şəxsiyyət olmasa o şəxsiyyətə dönüşdürürük. Şəxsiyyət korreksiyası, xarakteristik korreksiyası. Bu vəziyyəti çox tezləşdirirsiniz də onda. Çox sürətlə tezləşir.